8 avqust Amerikada əslən Azərbaycandan olan Rafael Ataman Fiziyev güclü Bobby Green ilə qarşılaşdı. İlk 2 raundu Fiziyev üstün idi. Green əllərini aşağıda saxlayaraq Prince Nazimin stilində zərbələr atmağa çalışırdı. Amma əvəzində Prince Rafaelin zərbələrinə tuş gəlirdi. Fiziyev sürətli və dəqiq zərbələri ilə və ən əsası daha yüksək döyüş IQ-su ilə bütün şokolada şans vermirdi. Xüsusən sürətli və sərt low kickləri qeyd etmək lazımdır. 3-cü raund isə bir qədər çətin keçdi. Axır ki, şokolad rəqibin sürətinə uyğunlaşır və daha çox zərbələrlə raunda uğrayır. Döyüş çox baxımlı və rəqabətli şəkildə keçdi. Nəticədə Rafael Fiziyev hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.